Əziz izləyicilər, sizi kanalımdan salamlayıram. Bu günləri pide hazırlamışam. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 1 xörək qaşığı silə duz, 1 silə xörək qaşığı maya, 1 çay qaşığı şəkər tozu, 1 ədəd də yumurta. Yumurtanın ağını xəmirə istifadə edirəm, sarısını isə saxlayıram üzəri üçün. Dəyərli izləyicilər, siz istəsəniz xəmirə deməli yumurta yox, məsəl üçün yarım stəkan duru yağ da qata bilərsiniz. Armudu stəkan, yarım stəkan. Mən duru yağdan istifadə eləmədim, sadəcə yumurtanın ağından istifadə elədim. 4 stəkan un da əlavə edib xəmiri yoğururam. Xəmirimizin tərkibində maya olduğuna görə xəmiri çox yoğururam. Həm də deməli xəmirimiz çox belə qəşəng yumşaq xəmir olmalıdır. Xəmiri yoğurduqdan sonra qoyuram mayalansın. Mayalanana qədər də içliyi hazırlayıram. Bizim burada 1 ədəd belə baş soğan var, orta boylu, 1 ədəd də biberimiz var. Bunu xırda-xırda doğramaq lazımdır. Mən elə blenderdə doğrayıram. Yəni gördüyünüz kimi blenderdən çox keçirmirəm. Çox belə xəşil kimi olmasın. Qəşəng doğramış, elə xırda-xırda doğramış kimi olur. Eyni qayda ilə də biberi hazırlayıram. Daha sonra bir tavaya zeytin yağı çox az əlavə eləyirəm. Soğanı da əlavə eləyirəm tavaya, biberi də və qovururam. Burada əziz xanımlar, soğanla biberi qovururam, amma çox belə qızardıb dağ eləmirəm. Bir damcı yağda pörtülürsə bəs eləyir. Daha sonra üzərindən 250 qram çəkilmiş ətini də əlavə eləyib əti də qovururam. Ət də qovrulandan sonra üzərinə 1 xörək qaşığı tomat, bir dənə balaca pomidor. Pomidoru balaca eləyirəm ki, belə çox belə sulu olmasın ətimiz. İsti odunu da, duzunu da əlavə eləyirəm damaq dadımıza görə və qovururam, tam əti bişirirəm, qoyuram bir kənara. Pidələrin üzəri üçün kaşar pendirimiz var bizim burada. Deməli pendiri 350 qram istifadə edirəm toplam. Süd gəzdən keçirirəm, amma bizim bugünkü pendirimiz çox belə əziyyət verdi bizə. Çox çətin alındı, bilmirəm. Birinci dəfədə məndə belə oldu. Həmişə bu pendirdən istifadə edirəm. Çox yaxşı alınırdı. Bu dəfəki pendirimiz xəmir kimi oldu. Belə bir-birinə yapışdı. Süd gəzdən keçirsəm də belə yenə də yapışdı elə bir-birinə. Nəysə çətin oldu. Xəmirimiz mayalandı, kündələrə ayırıram. Mən burada 8 kündə tuturam. İndi siz istəsəniz ölçü ədəd olaraq artırıb və yaxud azalda bilərsiniz. Məsəl üçün 6 kündə, 10 kündə sizin özünüzdən asılıdır. Mən 8 kündə hazırlayıram. Yenidən qoyuram. Xəmirimiz kündəyə düşsün. Xəmir kündəyə düşəndən sonra uzun sox forma verib yayıram. Əziz xanımlar, deməli yayandan sonra həmən süd gəzdən keçirdiyim pendiri xəmirin kənarlarından düzüb və içəri xəmirin qıraq tərəflərini içəri qatlayıram ki, pendir xəmirin içərisində qalsın. Deməli 2 kündəni bu formada hazırlayıram və gördüyünüz kimi indi forma verəcəm. 2 kündə, İkinci gündən də daha doğrusu burada sizə göstərim. Baxın burada necə pendir bir-birinə yapışıb, nəsə çətin alınır, amma olsun. Hazırladım. İçərisinə həmən qovrulmuş əti yığıram. Əziz xanımlar, burada sizə dəqiq başa salacağam. Deməli əti içərisinə yığıram xəmirin və üzərindən pendiri əlavə eləyirəm. Pendirimiz burada narahat olduğuna görə nəysə biraz başqa cür oldu bu dəfəki pendirimiz. Bilmədim niyə. Deməli baxın belə. Üzərinə pendiri örtəndən sonra sobaya ötürürəm. Sobada bu pendir tamamilə əriyir. Demək olar yağ kimi əriyir. Deməli xəmirin qızarmamış çörəyi. Pendir əridi getdi birinci partiyada. Ona görə ikinci partiyanı biraz fərqli elədim. İndi onu da sizə başa salacağam. Yumurtanın sarısını xəmirin kənarlarına çəkirəm, sobaya ötürürəm. Deməli bu birinci partiyadır. Burada tamamilə pendir əriyir, gelir. Demək olar pendirdən əsər əlamət qalmır burada. Niyə? Çörəyi qızarana qədər. Ona görə ikinci partiyanı elə hazırladım ki, gördüyünüz formada hazırladım. Bir də yumru kündə eləyib yumru formada hazırladım. Bax bu ikinci partiyadır. Birinci partiyanı çəkilişdə göstərmədim. Gərək elə onu da göstərərdim. Tam dəqiq bilərdiniz. İkinci partiyada ətləri yığandan sonra qoyuram sobada qəşəng qızarır xəmir. Xəmir qızarandan sonra tam bişəndən sonra sonda pendirini əlavə eləyib
sobaya hardasa 3-4 dəqiqəlik ötürürəm. Pendir əriyəndən sonra çıxardıram. Əziyyət olsa da, amma çox gözəl pidelər alındı. Hələlik.